Sən də deyirsən, nə qədər yeyirəm, doymuram. Beynim ancaq yeməyə düşünür. Bəlkə də bu problem sənin beynində, iradəndə deyil. Bu hormon siqnalıdır. Biz bəzən ac deyilik, amma chips, şokolad, fast foodlar beynimizdən çıxmır. Burada əsas rolları hormonlar oynayır. Qrelin aclıq hormonudur, mədəni boş hiss etdirir. Leptin toxluq hormonudur, beyinə dayan siqnalı verir. Və dopamin zövq hormonudur. Bir növ mükafat sistemi kimi fikirləş. Bədənə sən bundan həzz alacaqsan deyə siqnal göndərir. Bəs yaxşı, bu siqnallar niyə qarışır? 1. Az yuxu. Qrelin artır, leptin azalır. 2. Stres. Kortizol artır, şəkərli qidalara istək çoxalır. 3. Satın alma, paketlənmiş qidalardan istifadə. Dopamin partlayır. Yəni beyinə sanki narkotik effekti verir. Bəs yaxşı, bu hormonları necə idarə edək? Kifayət qədər yuxu yatmaq lazımdır. Həmçinin yeməkləri yavaş yemək lazımdır ki, leptin beyinə gedib çatsın. Leptinin beyinə gedib çatma müddəti 20-30 dəqiqə arasında dəyişir. Əgər sən yeməyi tez bazar 10-15 dəqiqə içində yeyirsənsə, mədən dolduğu halda o siqnal beyinə çatmır deyə sən özünü hələ də az hiss edirsən. Boş yerə nənə babalarımız deməyib ki, yeməyi yavaş-yavaş ye. Həmçinin şəkərli və emal edilmiş satın alma qida qəbulunu azalt və nəhayətində bol su iç. Çünki bədən bəzən susuzluqla aclıq siqnallarını bir-birinə qarışdırır. Su içib özünü tox hiss eləyə bilərsən. Videonu bunu bilməyən dostlarına göndər və belə faydalı məlumatlar üçün məni izləməyi unutma. Sağlam ol, sağlam qal.